Avropanın İslam Davleyev Hava Tədqiqatları Mərkəzinin Şimal qütbü üçün hava analizlərlərinə əsasən Şimal qütbündə, xüsusilə də Şimal qütbünün troposferin yuxarı qatlarında, yəni Şimal qütbündəki hava sahəsində, troposferin orta, yuxarı və stratosfer ərazisindəki küləklərdəki sürətin ümumi analizləri təqdim olunur. Bu modelin tədqiqatlarına əsasən, təhlillərinə əsasən yanvar ayının 3-cü 10 günlüyündə Şimal qütbündəki qutb siklonları, yəni qutb vorteksi adlanan bir proses var. Şimal qutbundakı qutb siklonlarının yanvar ayının 21-22-ci 23-də qutb siklonlarının bir xeyli zəifləməsi, qutb vorteksinin anidən zəifləməsi ehtimalı var. Bu proses real zaman ərzində baş verəcəyinə oxşuyur, çünki təhlillərə əsasən 55-60% ehtimalla yanvar ayının 3-cü 10 günlük ərzində Şimal qutbundakı qutb vorteksinin anidən zəifləməsi ehtimalı var. Nəticədə şimalda toplanmış güclü soyuq hava kütlələrinin yanvar ayının 3-cü 10 günlüyünün sonlarına doğru və fevral ayının 1-ci-2-ci 10 günlük ərzində mərhələli şəkildə mütəmadi olaraq Şimali Qafqaza daxil olması riski var. Daha çox isə bu Arktik cəbhənin Şimali Amerikaya, Kanadaya ikinci dərəcəli bir soyuqların isə Avropa arasında daxil olması ehtimalı var. Yəni bir çox hallarda yanvarın sonu və fevral ayında Qafqazın cənubunda dekabr ayı ilə müqayisədə daha çox soyuq hava şəraiti müşahidə edilir. Çünki həm Qərbi Sibirdəki siklonlar güclənir. Nəticədə bu modelin təhlillərinə əsasən də artıq onu deyə bilərik ki, Şimal qütbündəki qutb siklonlarının, Şimal qütbündəki qutb vorteksinin yanvarın 3-cü 10 günlüyünün, yəni artıq yanvarın sonlarına doğru anidən zəifləməsi ehtimalı var. Yəni artıq burada yanvar ayının 7-ci 10-da güclənmə gözlənilir, müşahidə ediləcək. Yanvar ayının artıq 2-ci 10 günlüyündə, yəni artıq 19-20-sindən sonraki tarixlərdə 3-cü 10 günlüyündə artıq qutb vorteksinin anidən zəifləməsi ehtimalı var. Bu da şimalda toplanmış soyuq havanın mərhələli şəkildə Kanadaya, Şimali Amerikaya, Avropa arasında və Asiya arasına doğru yayılması gözlənilir. Yəni hazırki təhlillər bu qutb vorteksinin yanvar ayının 3-cü 10 günlüyündə bir xeyli zəifləməsi siqnalı versə də, bu sistemin daha çox haraya müdaxiləsi ehtimalını isə biz 100% deyə bilmərik. Ən çox ehtimallar, 50-60% ehtimallar bu güclü Arktik cəbhənin Kanada və Şimali Amerikaya daxil olması gözlənilir. Bir qədər bu soyuqların ikinci dərəcəli bir hissəsinin isə Avropa və Asiya arasında daxil olması ehtimalı var.